Bilirsiniz ki, mən axıl, mərifət, mədəniyyətli, ləyaqətli, zəhmətkeş uşağam. Ona görə özümlə bu günlərim kəndə aparmağa ballı tortun kojlarını hazırlayıram. Getdik. 400 qram kərəyağı, 4 stəkan peso, üstünə 8 qaşıq bal. Bunu indi qaynadırıq, yəni əridirik. İndi içinə soda tökürəm. Əvvəl rəngi olanda dayanırıq. Xəmirimizi başqa qaba tökürük, tez soyusun. Bunu qarışdırıq, biraz tez soyusun. Yağı soyudu, içinə 8 dənə yumurtanı az-az qırıb qarışdırırıq. Bütün yumurtaları qırıb qarışdırdıq, əvvəl bir qəribə axışqanlıq olur. İndi içinə az-az un tökürük. Biraz qarışdırıb qatılığına baxırıq. İndi biraz yerə un tökürük. Yerə tökdüyümüz unun üstünə xəmirimizi tökürük. İndi xəmiri əvvəl qatlayırıq. Üstüne arada da un tökürük. Xəmiri qatlayıb qurtardıq. Biraz yox, elə bil ki, biraz ələ yapışan təhər olur. Amma isti olduğu üçün də unu çox götürür, ona görə fikir verin. Bax, biraz əvvəl ələ yapışır, amma çıxaranda da çıxır. İndi xəmirimizdən 170 qramlıq kündələr düzəldirik. İndi kündələrimizi çox az unla yayırıq. İndi qapağımızı üstünə qoyub, üstündən basırıq. İndi abunun əvvəl üstünü vilkalayıb göndərib 4-5 dəqiqəlik tuxurkaya. Bütün yuxalarımı bişirdim. Bu qırağından çıxanları da gökçək bişirib torbaya doldurmuşam. İndi abunun əvvəl üstünü bastırıram. Aparıram kəndə. Orada da tortunu düzəldəcəm.